QS beynəlxalq reytinq sıralamasının səbəbi ümumiyyətlə dünyadakı bütün universitetləri müəyyən sıralayıb hansıların daha yaxşı, daha akademik fəaliyyətinin daha keyfiyyətli olmağını ölçmək məqsədi daşıyır. Bunun müəyyən standartları var. Ən başda standartı universitetlərin akademik heyətinin akademik fəaliyyətidir. Nə qədər konfranslarda iştirak ediblər, nə qədər məqalələri çap olunub, xüsusilə də məqalələrinin nə qədəri Scopus, Web of Science kimi beynəlxalq indeksli jurnallarda çap olunub. Digər bir məsələ ümumiyyətlə akademik heyət və tələbələr arasında aparılan sorğular, həmin universitetin ixtisas istiqamətləri, nə qədər ixtisasda tədris aparılır, nə qədər geniş sahələri əhatə edir. Son illərdə də dayanıqlı inkişaf məqsədləri üzrə fəaliyyətlərinin nə qədər güclü olması, bu kimi faktorlar nəzərə alınaraq QS reytinq sıralaması təyin olunur və Azərbaycanda da son illərdə müxtəlif universitetlər bura müraciət edir. Bu müraciət əsasında aparılır həmin universitetlərin reytinqinin ölçülməsi və beynəlxalq standartlara cavab verən universitetlər siyahıya əlavə olunur. ADA Universiteti Azərbaycanda yaxşı universitetlərdən biridir, amma o reytinq sıralamasında biz universiteti görə bilmirik. Çünki ixtisas bazası o qədər geniş deyil. Bu istiqamətdə o rəqabətdə bir qədər aşağı görünür və ümumiyyətlə bəzən isə həmin reytinq sıralamalarına müraciət belə eləmirlər. Yenə deyirəm, Azərbaycanda kifayət qədər 600-dən yüksək bal toplayan tələbələrin seçim etdiyi ADA Universiteti olsun, Bakı Ali Neft Məktəbi və s. olsun, bu sıralamaları görmürük. Amma bu demək deyil ki, həmin universitetlərin təhsil səviyyəsi zəifdir. Onlar da kifayət qədər güclü təhsil sisteminə və tələbələrin öncəlikli şəkildə seçdiyi universitetlər sırasındadır. Amma QS reytinqində saydığım səbəblər dolayı və özlərinin müraciəti olmadığı səbəbindən həmin sıralamalarda biz o universitetləri görə bilmirik.